Ey Harun! Ey Harun! Ey dəli! Nə vaxt ağlanacaqsan? Dəli mənəm, yoxsa sən? Əksinə, mən ağıllıyam. Yaxşı, danış ağlından eşidək. Çünki bildim ki, sarayın fanidir. Qəbir isə qalıcıdır. Buranı abadlaşdırdım. Sən isə sarayını abadlaşdırdın, qəbirini xaraba qoydun. Abad yerdən xaraba yerə getmək istəmirsən. Halbuki bilirsən ki, mütləq bura gələcəksən. Qəbirlərə gəlib çağırdım. Hanı hörmətli olanlar, hörmətsiz olanlar, vəzifəsi, hökmranlığı ilə təkəbbül edənlər, özünü təmizə çıxaranlar, torpağın əşyatları gecə-gündüz sizin gözəlliyinizi yeyib aparır. Gəlib gedən insanlar barəsində soruşan kəs, məgər bunlar ibrət deyilmi? Bunlar sənin dəli olduğunu göstərmirmi? Allah and olsun ki, sən doğru söyləyirsən. Əlavə nəsihət et. Sənə Allahın kitabı kifayət edər, möhkəm yapış. Onda xəbərlər və ibrətlər var. Bir ehtiyacın varmı? Bəli, var. 3 ehtiyacım var. Bunları qarşılarsan, sənə təşəkkür edərəm. De gəlsin. Ömrümü artır. Bunu bacarmıram. Məni ölüm mələyindən qoru. Xeyr, bunu da bacarmıram. Məni cəhənnəmdən uzaqlaşdır, cənnətə qoy. Bunu da bacarmıram. Elə isə sən başçı deyilsən, bir köləsən. Mənim isə kölələrə ehtiyacım yoxdur.